Təklif olunan digər bir dəyişiklik isə attestasiya prosesinin 1 ildən az işləyən işçilərə də şamil olunmasıdır. Bu işin keyfiyyətinə necə təsir göstərəcək? Bu işin keyfiyyətinə yaxşı təsir göstərəcək və o işçinin arzusu ilə olan bir məsələdir ki, bəzən bir işçi attestasiyadan tez keçmək istəyir, daha çox yuxarı vəzifəyə keçsin, daha çox öz vəzifə pilləsində yüksəliş əldə etsin, vakant yer olan başqa bir işə keçsin. Bu müsbət bir addımdır və işçiyə əlavə imkanlar yaradılan bir addımdır. Amma məcburiyyət yoxdur burada, məcburiyyət olmayacaqdır. Bu seçimi işçinin özü eləyəcək. Bəs bütün bu dəyişikliklərlə bağlı həm işə götürənlər, həm də işçilər necə məlumatlandırılacaq? Bu bizi də düşündürür və hesab edirəm ki, bu qanun qüvvəyə minəndən sonra cənab prezidentin sərəncamı olacaq. Sərəncamda müxtəlif icra hakimiyyəti orqanlarına tapşırıqlar veriləcəkdir və bu tapşırıqlardan da ən mühümü şübhəsiz ki, maarifləndirmə işinin aparılmasıdır. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, o cümlədən internet televiziyalarında daimi belə disputlar keçirilməlidir, diskussiyalar keçirilməlidir. Alternativ fikirlər də ortaya çıxar, onlar da müzakirə olunmalıdır. Burada həm vətəndaş cəmiyyətləri aktiv olmalıdır, həm bu sahədə ixtisaslaşmış hüquqşünaslar və yaxud da sosioloqlar öz ekspertlər öz sözlərini deməlidirlər.